Qazax şəhərində su və kanalizasiya sisteminin yenilənməsindən sonra küçələr asfaltlanıb, səkilərə yeni tamet düzülüb, qaz, elektrik və rabitə xətləri səliqəyə salınıb. İşıqlandırma sistemi də yenidən qurulub. Dədə Qorqud abidə kompleksində müasir tələblərə cavab verən 10 ədəd işıq dirəyi quraşdırılıb. Küçələrimiz müasir işıqlandırma sistemi ilə təchiz olunub və idman sahələri, geniş istirahət zonaları genişləndirilir. Bu da bizim əhalinin istirahətinə, xüsusilə gənclərimizin asudə vaxtlarının daha səmərəli, daha təmiz keçirilməsinə, müəyyən vərdişlərdən uzaq olmalarına daha böyük şərait yaradır. Bu günləri biz istər parkda, istər şəhərdə gəzərkən bu gözəlliklərin hər birini görürük. Hətta anlar olur ki, xarici ölkələrdən qonaq gələndə həmin gələn qonaqlar hansılar ki, Qazaxlı olublar, hal-hazırda isə xaricdə yaşayırlar. Onlar artıq Qazaxımızın gözəlləşdiyini hər dəfə bizə dedikcə biz qürur hissi duyuruq bununla bağlı. Qazax özündə həm tarixi, günümüzün reallığında isə müasirliyi bir arada cəmləşdirən bir ad. Qərb bölgəsinin qədim yaşayış məskənlərindən biri hesab edilən Qazaxda aparılan yenidən qurma və bərpa işləri çərçivəsində bir vaxtlar bu ərazidə mövcud olan köhnə yaşayış evləri sökülüb, yerində isə bu cür müasir mərkəzi park salınıb. Salınan mərkəzi park isə Qazax şəhərinin müasir görkəminə yeni bir nəfəs gətirib. İllər öncə biz buradan keçəndə ürək ağrısından keçirdik, çünki tarixi binalar bərbad gündə idi. Bugün bu gözəl binaların bərpası, restavrasiyası, qədim hamamın bərpası, parkın salınması hər bir Qazax sakini kimi məni də təbii ki sevindirir. Biz axşam saatlarında küçələrdən keçəndə yolların gözəl işıqlandırılması, asfalt döşəklərinin bütün kəndlərimizdə yenidən salınması, bərpası hər bir Qazaxlını kimi təbii ki məni də sevindirir. Heydər Əliyev adına parkda da abadlıq işləri görülüb. Yeni skamyalar və məhəccər quraşdırılıb. Alməmməd Nəbiyev, Elmar Qasımov, Rəşidə Zülfüqarova, ASTV xəbər.